Hər vaxtınız xeyir olsun uşaqlar. İndi sizinlə 8-ci sinif fizika dərsliyinin ikinci hissəsinin mövzusu olan səsin xarakteristikası mövzusundan öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxmış olacaq. Əvvəlcə öyrəndiklərinizi tətbiq edin hissəsində tapşırığa baxaq. Burada deyir ki, infrasəsin insanlara fizioloji təsir mexanizmi hələ də tam müəyyən edilməmişdir. Mövcud fərziyyələrdən birinə görə infrasəsin təsiri insan orqanizmində rəqslərin rezonansı ilə əlaqələndirilir. Cədvəldə avtobus və qatarın infrasəs tezliklərinin diapazonları göstərilmişdir. Niger avtobusla səfərdə özünü çox narahat hiss etdi, lakin qatarda həmin yolu daha uzun yol getməsinə baxmayaraq o narahatlıq keçirmədi. Və soruşur ki, insanın vestibulyar aparatının məxsus tezliyinin 6 Hz-ə yaxın olduğu məlumdursa, bu fakt yuxarıdakı fərziyyəni təsdiq edirmi? Bəli, təsdiq edir. Çünki məsələnin də şərtinə görə insanın vestibulyar aparatının məxsus tezliyi dəmir yolu nəqliyyatının xarici təsir dairəsinə düşmür. Lakin avtobusun xarici təsir dairəsinə düşür. Bu həm də nədən asılıdır uşaqlar? Qatar düz xətt üzrə hərəkət edir və demək olar ki, orada sürət sabit qalır. Lakin avtobusla hərəkət etdikdə isə tez-tez sürət dəyişmələri baş verir ki, bu da narahatlıq hissi yaradır. Və bu baxımdan burada da Niger avtobusla səfəri zamanı həqiqətən də özünü yorğun hiss edir. Amma qatarla uzun yol getməsinə rəğmən o qədər də özünü yorğun hiss etmir. Daha sonra öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Burada deyir ki, eyni amplitudlu zil və bəm səslərin eyni tezlikli gür və yumşaq səs qrafiklərinin təsvir edin. Yeri gəlmişkən uşaqlar, bu sual sizin kitabınızda yoxdur deyəsən. Çünki bu PDF kitabınızdan biraz fərqlidir. Olsun, amma bunu sizə izah etməyimlə siz eyni zamanda gür və yumşaq səsləri, bəm və zil səsləri də bir-birindən ayırt etmiş olacaqsınız. Baxın uşaqlar, birincisini tətbiq edək. Eyni amplitudlu zil və bəm səsləri. Eyni amplitudlu deyir uşaqlar. Deməli, xəttimizi göstərək. Digər xəttimizi də göstərək. Çünki zil və bəm səsi göstərmiş olacaq. Və bizdən soruşur ki, eyni amplitudlu zil və bəm səsləri. Və buradan eyni amplitud çəkərəmsə, bax budur. Daha doğrusu mən bunu biraz sıx çəksəydim daha yaxşı olardı. Eyni amplitudlu çəkəcək. Bunu dəftər üzərində çəkmək daha rahat olur uşaqlar. Və indi bu amplitudla eyni olan bəm səsi göstər. Bax, bu zil səsdir. Niyə görə? Tezlik daha çoxdur. Zil səs. İndi bəm səsi də göstərək. Bəm səs də yenə də eyni amplitud olacaq. Amma amplitud eyni olmağına baxmayaraq, tezlik biraz fərqli olacaq. Bunun amplitudu biraz fərqli oldu deyəsən. Yenə də deyirəm, bunu siz riyazi damalarda daha yaxşı dəqiq çəkə bilərsiniz. İndi əsas mexanizm nədən ibarətdir? Mən sizə deyəcəm. Amplitud eyni qalmalıdır. Olacaq bəm səs. Əsas mexanizm nədir uşaqlar? Onu fikrimizdə saxlayırıq ki, bax, buradan bura qədər olan amplitud, buradan bura qədər olan amplitudda bərabər olmalıdır. Yəni, bütün bu amplitudlar bir-birinə bərabər olmalıdır. Sadəcə burada fərqlənən tezliklər olur. Fikir verin, birincisində tezlik daha çoxdur, ona görə zil səsdir. Amma ikincisində tezlik az olduğuna görə bəm səsdir. İndi bir də çəkəcəyik sizinlə gür və yumşaq səsi. Gür və yumşaq səsi bir-birinə necə ayırırlar? İndi onun üçün də əvvəlcə biz tarazlı xəttimizi çəkək. Və bu tarazlı xətti çəkdikdən sonra gür səsi və yumşaq səsi seçək. Gür səsdə uşaqlar amplitudu çox olur. Buna qara rənglə göstərək. Gür səsdə amplitud böyük olur. Amma bəm səsdə isə amplitud kiçik olur. Eyni tezlikli deyir də bizə. Ona görə eyni tezlikli çəkməyə çalışıram. Amplitud daha kiçik olur uşaqlar. Deməli, gür səsdə amplitud daha böyük olmur. Buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafədən daha böyükdür.
Deyək A1 böyükdür A2-dən. Bax buna deyirlər gür səs. Amma digərində amplitud kiçik olarsa buna deyirlər yumşaq səs. Belə, bu şəkildə birinci sualı izah etdik. Daha sonra keçək ikinci suala. Burada deyir ki, hansı həşərat uçanda daha çox qanad çalır? Arı yoxsa ağcaqanad? Və cavabınızı əsaslandırın. Çünki ağcaqanadın qanadları arının qanadları ilə müqayisədə daha yüksək səs çıxarır. Bu isə yüksək tezlik, yəni vahid zamanda daha çox qanad çalması deməkdir. Məhz bu baxımdan da ağcaqanadın çıxardığı səs bizə daha çox rahatsız edici səs verir. Nəinki arının çıxartdığı səsdən. Səbəb ondan ibarətdir ki, yenə də deyirik, ağcaqanadın qanadlarının sayı, bir saniyədəki qanad çırpmaların sayı, arının bir saniyədə çıxartdığı qanad çırpmaların sayından daha çoxdur. Və tezliyi çox olduğuna görə ağcaqanadda daha rahatsız edici səs çıxmış olur. Üçüncü sual, güclü yağışı asta yağışdan damcıların dam örtüyünə düşdüyü zaman yaratdıkları səsə görə fərqləndirmək olar. Bu ehtimalın fiziki əsası nədir? Bəli, əslində bu bizim gündəlik həyatımızda müşahidə etdiyimiz bir prosesdir. Yağışın güclü və ya da zəif baş verməsini damcıların səsi ilə müəyyənləşdirə bilirik. İndi bizdən soruşur ki, bunun fiziki əsası nədir? Çünki böyük damcılar daha böyük qüvvə ilə səthə zərbə vurur. Yəni nəticədə daha böyük amplitudlu yüksək səslər yaranır. Yenə də deyirik, böyük damcılar daha böyük qüvvə ilə zərbə vurduğuna görə daha böyük amplitudlu səslər yaratmış olur ki, bu səbəbdən də biz artıq yağışın daha güclü və ya da zəif olduğunu müəyyənləşdirə bilirik. Dördüncü sual. Saniyədə 8-12 dəfə qanad çalan kəpənək uçarkən niyə heç bir səs eşitmirik? Maraqlı sualdır. Baxın, saniyə deyir, T bərabərdir 1 saniyə və 8-12 Hz dəfə qanad çalırsa, indi 12 ilə götürsək 12 dəfə qanad çalır və tezliyi buradan tapaq. Nü bərabərdir sual işarəsinə. Nü bərabərdir n bölünsün t-dir düsturumuz. Gətirib yerinə qoysaq, n-in yerinə 12, 1, cavab 12 Hz. Amma bizim qulağımız hansı tezlikli səslər eşidirdi? 16 və 20 min Hz arasındakı səslər eşidirdi. Və məhz kəpənəyin qanadlarının yaratdığı o tezlik də 12 Hz olduğuna görə bizim qulağımız yalnız 16 Hz-dən sonraki səsləri eşidir. Bu baxımdan da biz kəpənəyin qanadlarının yaratdığı səsi eşitmirik. Səbəb bundan ibarətdir. Beşinci sual, ultrasəs və infrasəslər eşidilməyən səslərdir. A variantı, niyə bu səsləri insan qulağı eşitmir? Niyə bu səsləri insan qulağı eşitmir? Çünki bu səslərin tezliyi insanın eşidə biləcək səslərin tezliyi diapazonundan kənardadır, kiçikdir. İnfrasəslərdə insan qulağı, deməli, infrasəslərdə hardan yazırdıq? Buradan. İnfrasəslərdə 16 Hz-dən kiçik olur ki, bu bizim qulağımızın eşidə bildiyi diapazonundan kiçikdir və bu baxımdan da biz həmin səsi eşitmirik. Ultra səslərdə isə 20 min Hz-dən böyükdür və bu baxımdan biz yenə də həmin səsi eşitmirik. B variantına baxaq. Bu səslərin insan orqanizmi üçün hansı daha təhlükəlidir? İnsan orqanizmi üçün ən təhlükəli tezlik 7 Hz-dir ki, bu da infrasəs dalğasındadır. Niyə görə 7 Hz-dir? Çünki bu beynin biocəryanlarının ritmi ilə üst-üstə düşür. Yəni biz 7 Hz-lik bir dalğaya məruz qalarıqsa, bu zaman insan beyninin biocəryanları ilə üst-üstə düşdüyünə görə bu artıq insan sağlamlığı üçün ciddi ziyan verir. Eyni zamanda ultrasəsdə sistematik şəkildə tətbiq edildikdə insanda bəzən vestibulyar pozğunluğa, bədən və dəri temperaturunun artmasına, qan şəkərinin səviyyəsinin azalmasına səbəb olur. Bu baxımdan həm infrasəslər, eyni zamanda ultrasəslər də insan orqanizmi üçün ziyanlıdır. C variantına baxaq burada. Gəminin ultrasəs exolotundan çıxan siqnal 1 saniyədən sonra geri qayıtdı. Ultrasəsin yayılma sürəti 1500 metr bölsün saniyə olarsa, həmin nöqtədə dənizin dərinliyi nə qədərdir? Baxın, zaman T bərabərdir 5 saniyə.
Sonra sürətimiz V bərabərdir 1500 metr bölsün saniyə. Və H-ı bizdən soruşur. Biz bilirik ki, əks səda zamanı V vurulsun T bölünsün 2'dir. Niye göre? Çünkü bir dəfə aşağıya düşür siqnal, daha sonra yuxarıya qayıdır. Və 2 dəfə yol getdiyinə görə H bərabərdir VT bölünsün 2 düsturundan istifadə edirik. Və düsturu yerinə qoysaq, B-miz 1500'dür. Vurulsun T'miz 5'dir, böləcək 2'yə. Bərabər olacaq. Deməli 1500 2'yə böləndə edəcək 750. 750'ni de 5'e vurduğumuz zaman edecek 3750 metr. Deməli, dənizin dərinliyi 3750 metr imiş. Belə uşaqları biz bu şəkildə sizinlə öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqları izah etmiş olduq.